Hörmətli icracı, əgər 5-dən yuxarı uşağınız varsa, məsəl üçün 6 uşağınız varsa, avtomatik 5 il pensiya tez çıxa bilərsiniz. Bu güzəştə ana sahibdir. Ana vəfat etdiysə, ata sahibdir bu güzəştlərə. Yəni anaya birbaşa verir. Yəni atanın olmamağına asılı olmayaraq, amma ataya o vaxtı verir ki, ana həyatda olmasın. Hörmətli icracı. Nəzərəm, yəni ata uşaqları tək böyütsün. Dediyim kimi 5-dən yuxarı uşaq olduğu halda 5 il pensiya tez çıxa bilərsiniz. Eyni zamanda onu qeyd edin ki, əgər bir uşağa baxırsınızsa, həmin uşağın 8 yaşı tamam olmuşsa və əlvi olan şəxsdirsə, o da hesablanır. Eyni zamanda qəynini götürdüyünüz uşaq varsa, qayın kimi baxırsınızsa, həmin istər ki, ona şamil olur. Tutaq ki, məsəl üçün 4 uşaq öz-özünə ola bilər və deyəndə hörmətli icracı. Bir şəxsi qayına götürdüyünüz uşaq ola bilər. O halda hesablanır. Nəzərə alın. Və keçək başqa ödənişlərə, pensiyadan əlavə. Dediyim kimi 5-dən yuxarı uşaq olduqlar, 6 uşaq olduqlar, hər uşağa görə 140 manat müavinət ala bilərsiniz. Hörmətli icracı. Yəni ki, valideynə ala bilər, ana ala bilər birbaşa. Amma ata dediyim kimi ana olmadığı halda ala bilər. Burada bir incə məqam var. Tutaq ki, ana 2 dəfə ailə qurubsa, bir uşaq belə deyək, bir valideynləndirsə, keçmiş həyat yoldaşıyla və yerdə qalan 5 uşaq ikinci həyat yoldaşıylandırsa və yaxud fərqi yoxdur da, məsəl üçün, keçmiş həyat yoldaşından 3 uşaq olsun, ikinci həyat yoldaşından 3 uşaq olsun, o halda da 6-cı uşağın 1 yaşı tamam olduğu halda hər uşağa görə 140 manat müavinət ala bilər. Bunun əlavə başqa müavinətlər də var, onları da qeyd edin. Zəhmət olmasa videonu bəyənin, abunə olun kanala. Hörmətli icracı. İndi qeyd edəcəyəm. Deməli, onu qeyd edin ki, hörmətli icracı. Sosial yardımların ayrı, əgər evdə uşaq varsa, uşağın 1 yaşı tamam olmuşsa, əlavə olaraq, sosial yardımdan əlavə olaraq 100 manatda, 120 manatda əlavə uşağa görə pul ala bilər, hörmətli icracı. Bunun əlavə qeyd edin ki, əgər uşağı himayəyə götürmüşsünüzsə və yaxud qaynanağa götürmüşsünüzsə, ona görə müxtəlif ödənişləri var. Qaynanağa götürdüyünüz uşağı valideyn itirdiyinə görə 120 manat müavinət ala bilər və ya belə deyək, valideynin vəfat etdiyinə görə belə deyək, əgər valideynin pensiya yaşıdırsa, pensiya təyin olunursa, o halda pensiya ala bilər. Eyni zamanda evlatlığa götürmüşsünüzsə və yaxud uşaq evindən belə deyək, himayəyə götürmüşsünüzsə, həmin uşağa əlvi dərəcəsindən asılı olaraq və yaxud sağlamlığından asılı olaraq, deməli, əlvi olan şəxs uşaqlar 0 yaşdan 18 yaşına qədər 240 manatdan başlayaraq müavinət ala bilər.